Müasir konseptual incəsənətin aparıcı nümayəndələri rəqəmləri, sistemləri və qaydaları bədii ifadə vasitəsinə çevirirlər. Bu yanaşmanın önəmli simalarından olan Charles Gaines, sənəti riyazi dəqiqliklə fəlsəfi düşüncənin qovuşduğu sahə kimi təqdim edir. Amerikalı sənətçinin əsərləri göstərir ki, incəsənət görünən obraz olmaqla yanaşı, həm də onu yaradan ideya və düşüncə sistemindən ibarətdir. Gaines'in yaradıcılığı erkən konseptual sənətlə müasir konseptualizmin yeni istiqamətləri arasında əlaqə yaradır. Sənətçi qaydalar və hesablamalar vasitəsilə əsərin yaranma prosesini araşdırır. Onun əsərlərində hər bir xətt, rəng və forma eyni prinsiplər əsasında qurulur, lakin nəticə hər dəfə fərqli olur. Bu isə tamaşaçıya bir əsəri müxtəlif baxışdan dəyərləndirməyə imkan verir. Musiqi də Gaines'in yaradıcılığında mühüm əhəmiyyətə malikdir. Manifestlər 4 və Səma qutusu 2 əsərlərində o, tarixi və hüquqi mətnləri xüsusi qaydalarla musiqiyə çevirir. Mətnlərdəki hərflərin bir hissəsi notlarla əvəz olunur, digərləri isə pauza kimi qəbul edilir. Bu əsərlərdə sənətçi ABŞ tarixində irqari seçkiliyi qanuniləşdirən Dred Scott məhkəmə qərarını araşdıraraq, tarix, kimlik və sosial ədalət mövzularına diqqət çəkir. Hazırda Charles Gaines'in Parisdə açılan fərdi sərgisində rəqəmlər və ağaclar silsiləsinin yeni əsərləri nümayiş olunur. Tanzaniyada çəkdiyi akasiya ağaclarını əsas götürən sənətçi onları rənglər və torlu sistemlər vasitəsilə təhlil edir. Sərgidə təqdim olunan manifestlər 7 audiovizual installasiyasında isə yenidən irqari seçkiliklə bağlı tarixi qərarlar musiqiyə çevrilir. Sənətçinin sistem, tarix, musiqi və insan qavrayışını necə birbiri ilə əlaqələndirdiyini nümayiş etdirən ekspozisiya sentyabrın 26-sına kimi davam edəcək. Arzu Yusuf, Azər Məcidov, Mədəniyyət xəbərləri.